Salamlar hər kəsə. Bu videoda biz 17 dənə önəmli sualın izahına baxmış olacaq. Vaxt itirmədən başlayaq ilk sualla. Hansı proqram verilənlər bazasının idarəetmə sistemlərinə aid deyil? Dostlar, verilənlər bazasının idarəetmə sistemi proqramları bilirik ki, verilənlər üzərində əməliyyatları aparmaq üçün istifadə edilən vasitələrdir. Microsoft Access-dir, Oracle-dır, SQL serverlərdir. Bunlar hər biri verilənlər bazasının idarəetmə serverinə aiddir. Amma dostlar, Adobe Flash isə bizdə qrafik redaktor sayılır. O səbəbdən burada cavab kimi biz Adobe Flash-i götürmüş olacaq. Keçirik növbəti suala. 2 nömrəli sualda deyir ki, aşağıdakı qurğulardan hansı vasitəsilə kompüterə məlumat daxil edilə bilməz? Dostlar, biz mikrofon vasitəsilə səsi kompüterə daxil edə bilərik. Klaviatura vasitəsilə yazdığımız simvolları, əmrləri kompüterə daxil edə bilərik. Skaner vasitəsilə təsvirləri və yaxud da hər hansı, tutaq ki, kağızdakı məlumatları kompüterə daxil edə bilərik. CD diski isə xarici yaddaş qurğusu olmağına baxmayaraq, CD diskin daxilində olan məlumatı sürüşdürüb öz kompüterimizin daxilinə apara bilərik. Amma printer isə dostlar, bu şəkildə işləmir. Printer bizdə kompüterin daxilindəki məlumatı kağız üzərinə aparır. Kağız üzərində çap edir. O səbəbdən cavab kimi C variantını götürməli olacaq. 3. Browser nədir? Ən sadə anlamda düşünək. Dostlar, browser ümumiyyətlə bir proqramdır. Ona görə burada siz qurğu olan variantları başdan atmalısınız. Sonra printerlə əlaqəli bir şey deyil. Ümumiyyətlə printerin texniki hissəsinə heç aidiyyatı yoxdur browserin. Və proqramlaşdırma dili kimi də browser istifadə edilmir, çünki proqramlaşdırma dili deyil. Browser bir tətbiqi proqramdır. Proqramlaşdırma dili isə instrumental proqramdır. O səbəbdən Y variantı da deyil. Qalır D variantı. Məsələn, Google Chrome deyək, Microsoft Edge deyək, Internet Explorer, Firefox deyək, Maxstone deyək, Safari deyək. Bunlar hamısı baxış proqramlardır internet səhifələrinə. Orada bir hər hansı Wikipedia məsələn yazırsınızsa, Wikipedia səhifəsinə internet üzərindən baxırsınız. Ona görə cavab kimi D variantını götürmüş olacaq. Keçirik 4-ə. Smartphone və kompüter prosesorlarının tak tezliyi hansı vahiddə ölçülür? Dostlar, bizdə ümumiyyətlə tezliyin vahidi hertzdir. Hertzlə əlaqəli megahertz, gigahertz, əsasən də gigahertz mütləq şəkildə bizim yaddaşlarımızda qalmalıdır. Megabayt, gigabayt, terabit, bunlar hər biri bir növ kompüter daxilində olan məlumatların həcmləri ilə əlaqəlidir. Milli saniyədə zamanın bir növ vahidlərindən biri sayılmış olur. Gəlirik növbəti sualımıza. 5-də deyir ki, İkilik say sistemindəki bu ədəd 8-lik say sistemində nəyə bərabər olur? Dostlar, ikilikdən 8-liyə keçəndə 8 bərabər olduğuna görə 2 üstü 3-ə biz ikilikdən 8-liyə keçərkən geridən hər bir ikilik say sistemindəki ədədi 3-3 parçalamış olacaq. Səbəb isə bu qüvvətdəki ədəd nəyi bildirir? 8-lik say sistemindəki hər bir rəqəm bir növ 3 bit dəyərində olur. Bunların da hər biri 1 bitdir. Bir dənə rəqəmini əldə etmək üçün 8-lik say sistemində onlar 3-dən olmalıdır. 3 vurulsun 1, 3 bit. Yəni 8-likdəki bir rəqəmin həcmini versin. Həmçinin 8-dir, 16-dır, 2-nin qüvvəti kimi ədədlərdir. Yəni ikilik say sisteminə bunların yaxından bir əlaqəsi olmalıdır. Bu səbəbdən 8-lik say sistemindəki hər hansı bir ədədi tapmaq istəyirsə, ikilikdən 8-yə çevirmək istəyirsinizsə, bu şəkildə yadda saxlayın. 8 2 üstü 3-dür. 3-ün xəttinə geridən bunu 3-3 parçalayacağım. İlk mərhələ budur. Bir dənə bunu dal eləyim. Bu hissəsi biraz yaxşı düşmədi. Geridən 3-3 parçalayıram. 3-3 parçalayandan sonra görürəm ki, əvvəldə 0-dır. Zaten bu 0 deməkdir. Ona görə 0-ı yazıram. Və yaxud da demişdik ki, bir dənə rəqəm var. 3 dənə rəqəm olmalıdır. Əvvəlindən 2 dənə də 0 artırırıq. Ona görə bu artıq 0 qiymətini alır. Bundan sonra isə hər bir hissəni ayrı-ayrılıqda çeviririk ikilikdən 8-liyin uyğun rəqəminə. Onun üçün nə eləyirik? Normal. Çevirmə ikilikdən hər hansı bir ədədə necə çeviririk? 0, 1, 2 yazırdıq. Yəni indeksləmə eləyirdik. İndeksləmədən sonra, məsələn, bu 1-i vururduq 2-nin birinci dərəcədən qüvvətinə. 1 vurursun 2 üstü 1 plus. Bu 1-i də vururdum 2-nin 0-cı dərəcədən qüvvətinə. Verirdi mənə 2 plus 1, yəni 3 qiymətini. Bura oldu 3. Yazıram altına qəşəcə 3. Burada da eynisini eləyəm. 0, 1, 2. Görəm ancaq 2 üstü 1-in altında 1 var. O görə 2 üstü 1 verəcək bizə 2 qiymətini. Burada 0, 1, 2. Ancaq 2 üstü 2-dən 2 üstü 1 var. 2 üstü 2 plus 2 üstü 1. Yəni 4 plus 2 verəcək sizə 6 qiymətini. Sonra 0, 1, 2.
2 üstü 1 ilə 2 üstü 0 var. 2 plus 1 verəcək sizə 3 qiymətini. Və son olaraq hamısı var 0, 1, 2. Yəni 2 üstü 2 plus 2 üstü 1 plus 2 üstü 0. 4 plus 2 plus 1 verəcək bizə 7 qiymətini. Burada 7 oldu. 73.623. Cavab kimi C variantını götürmüş oluruq. Gəldik 6-ya. Alqoritmin xassəsinə aiddir. Alqoritmin 4 dənə xassəsi var idi. Determiniklik və yaxud da müəyyənlik deyirdilər. Nəticəvilik və yaxud da sonluluq deyirdilər. Diskretlik deyirdilər. Bir də ki, dostlar, kütləvilik. Burada da indi görürəm ki, nəticəvilik xassəsi var. Dövrlükdir, ümumiyyətlə, daha çox bizdə struktur növünə aid olacaq alqoritmin. Əməliyyat ardıcılığını dəyişmə imkanı belə bir şey deyil. Heç nə yoxdur. Tərsinə yerinə yetirilmədir və adilikdir. Bunlar xassə kimi bizim alqoritmə aid deyil. Gəlirik 7-yə. Kompüter söndürülən zaman bütün informasiya silinir. Biz bilirik ki, kompüter söndürülən zaman, yəni enerjidən çıxarılıb. Kompüter sönüb. Sönən zaman bizim RAM-dan, həmçinin register və keş yaddaşdan məlumatlar yox olmuş olur. Çünki onlar enerjidən asılı idilər. Deyirdik ki, onlar elə bir yaddaş qrupudur ki, bunların daxilindəki olan məlumatlar, bunlar üzərində gedən proseslər ancaq kompüter qoşulu olan vaxtı, yanılı olan vaxtı baş verir. Amma dostlar, hard diskdir, yəni sərt diskdir, çevik diskdir. Bunlar uzun müddətli yaddaş qrupulardır, xarici yaddaş qrupulardır. Kompüter sönsə belə daxilindəki məlumatlar silinmir. CD-ROM da həmçinin onun daxilindəki məlumatlar kompüter sönsə belə silinməyəcək. Yuxarıdakı bütün yaddaşlarda uyğun gəlmir. İstəsəmiz 3-ün atdıq çünki. Cavab kimi qalır yalnız 3. Gəlirik 8-ə. 8-də rahat sualdır əslində və indi onu həll eləməyə çalışaq. Deyir ki, burada deməli, smartfonunuzun kart yaddaşında 1000 MB boş yer var. Kompüterinizdən oraya mümkün qədər çox musiqi köçürmək istəyirsiniz. Bildiyiniz bircə odur ki, musiqi fayllarınızın ən kiçiki, ən böyük 5 MB-dır. O halda siz telefonunuzun kartına ən az və ən çox neçə musiqi faylı köçürə bilərsiniz. Dostlar, burada bizdə şərtdə demir ki, ən azından hər hansı birindən bir dənə istifadə olunsun. Sadəcə bizə deyir ki, musiqi fayllarının ən kiçikləri 2-dir, ən böyükləri 5-dir. İndi ən az və ən çox istəyirsə, bu 1000 MB uyğun olaraq həm 2, həm də 5-ə bölmüş olacaq. Niyə? Ən az nə qədər musiqi faylı gedə bilər? Hamısı 5 MB ola, 1000 bölünsün 5, bu zaman 200 dənə musiqi faylı ora getmiş olar. Ən çox istəyəndə də bu dəfə 1000 MB bölərəm 2-yə. Niyə? 2 MB, 2 MB. Ancaq ən kiçik yaddaşlı olanları ora daxil eləsək, 1000 bölünsün 2, 500 dənə həmin o musiqidən ora yüklənmiş olur. 200 və 500. Cavab kimi ona görə 2 variantını götürmüş olduq. 9. Aşağıdakı formal dildə kod parçasının sonunda S dəyişənin qiyməti nəyə bərabər olar? S-in qiymətini istəyir, dostlar. S-ə başda verib 2-ni. P-yə də verib 1-i. Sonra biz deyirdik ki, buradakı qiymətləri bərabərliyin salına qoyuruq. 2 plus 5. S-in yeni qiyməti nədir? 7-dir. Gəlirəm 2-ni sildirəm, 7-ni yazıram. Düşürəm aşağı. 7 alıb ən son. 7-ni bura qoyanda 7 vur 3. S oldu 21. 7-ni sildim. Buraya yazdım 21. Və indi aşağıda S-ə kimin qiymətini veriblər? P-nin. P neçə idi? 1 idi. 1-i qoydum bura. S-in yeni qiyməti dəyişdi oldu nə? 1. Deməli S-in yeni qiyməti oldu 1. Düşdüm aşağıya. Bura 1 qoyuram. 1 plus 3. S-in son qiyməti oldu 4 şəklində. Deməli cavab kimi ona görə A variantı çıxmış olur. Gəlirik ona. Aşağıdakı ədədlərdə neçəsinin ikili yazılışında bir sayı 0 sayından çoxdur? Dostlar, bunların hər birini çevirək 1-1 və görək neçəsi bu haqqı ödəyəcək. İndi 128-i hissə sistemində verib. İkiliyə çevirmək istəyirəmsə 8 bilirəm ki 2-nin kubudur. Hər rəqəmi deməli bu 2-nin kubu söhbətinə 3-ə görə 3 dənə ikili rəqəmini ifadə edəcəm. Bir ixtiyari say sistemində 1-dir. Sadəcə 3-ə tamamlamaq üçün əvvəlinə 2 0 gəlir. 2 dostlar, 2-ni çevirəndə 2 bölünsün 2 bir dəfə düşür, qalır 0. 1 0-dır. Sadəcə 3 dənə rəqəmə tamamlamaq üçün əvvəlinə 0 artırdım. Və 0 da ixtiyar say sistemində 0-dır, 3-ə tamamlamaq üçün əvvəlinə 2 dənə 0 artırdım. Baxıram ki, burada 1 sayı 0 sayından azdır. Bizdə çox istəyir. Ona görə 120 deyil. Gəlirəm 115-ə. 115-i normal 2-yə bölə-bölə tapmağa çalışaq. 115 bölünsün 2. Düşür dostlar 52
7 dəfə. 57 vurulsun 2, 114. Qalıq qalır 1. 57-ni bölürəm 2-yə. Düşür 28 dəfə. 28 vur 2, 56. Qalıq qalır 1. 28-i 2-yə bölürəm. Düşür 14 dəfə. Qalıq qalacaq 0. 14-ü bölürəm 2-yə. Düşür 7 dəfə. Qalıq qalacaq 0. Amma 7-ni 2-yə böləndə düşəcək 3 dəfə. Qalıq qalır 1. Və 3-ü də 2-yə böləndə düşür 1 dəfə. Qalıq qalır 1. Sonuncudan başlayaraq. Oxsaq 1, 1, 1, 0, 0 və sonda da 2 dənə 1. Görürəm ki, birlərin sayı sıfırların sayından çoxdur. Ona görə bunu doğru götürürük. Bu məsələni 2-yə bölərək eləməkdir. Təbii ki, 2-nin qüvvətlərini parçalayaraq da sürətli tapa bilərik. Digər ədədlərdə bunu tətbiq edəcəm dostlar. Bir də 2-yə bölməni icra eləməyəcəm. Çünki hərəsində fərqli metodları yada salaq ki, təkrar olsun bizim hər birimizdə. 88 16-lıqdadır. 16 dostlar 2 üstü 4 olduğuna görə buradakı hər rəqəm ikili say sistemində 4 dənə ikili rəqəmlə ifadə olunacaq. 8 dostlar 2-nin kubu olduğuna görə 8-i mən ikili say sisteminə bir dəfəlik çevirmək istəyirəm deyə. Nə eləyirdim? Yadındadırsa deyirdim 2-nin qüvvəti kimi ədədlərdə qüvvətdəki ədəd verirdi sıfırların sayını. Bir dənə də qarşıda 1 olurdu. Yoxlayaq 8-i bölürəm 2-yə. Düşür 4 dəfə qalıq 0. 4-ü 2-yə bölürəm düşür 2 dəfə qalıq 0. 2-ni 2-yə bölürəm düşür 1 dəfə qalıq 0. Geridən oxuyanda həqiqətən nədir? 1 də 3 dənə 0. Deməli, hər ikisinin qiyməti oldu 1, 3 dənə 0. Burada baxıram ki, sıfırlar birlərdən çoxdur. Bunu da atıram. Gəlirəm növbətiyə. AC-ni indi çevirməyə çalışaq. Dostlar, AC-ni çevirəndə 16-lıqdan yenə 2 ilə gedirəmsə, hərəsi 4 dənə ikili rəqəmlə ifadə olmalıdır. Sadəcə çevirən zaman demişdik ki, hesablama zamanı bu rəqəmlərin onluqdakı dəyəri lazımdır bizə. A-nın dəyəri 10-dur. 10-u ikilik say sisteminə çevirəndə 10-u 2-yə böləndə 5 dəfə düşür qalıq 0. 5-i 2-yə böləndə 2 dəfə düşür qalıq 1. 2-ni 2-yə böləndə 1 dəfə düşür qalıq 0. C-dən oxuyanda olur 1, 0, 1, 0. C-ni çevirək. C 12-dir. 12-ni 2-yə böləndə düşür 6 dəfə qalıq 0. 6-nı 2-yə böləndə düşür 3 dəfə qalıq 0. 3-ü 2-yə böləndə düşür 1 dəfə qalıq 1. C-dən oxuyanda olur 1, 1, 0, 0. Və Y də dostlar bizdə 14-ə uyğun gəlir. Y də 14-ə uyğun gəlir deyə bu dəfə 14-ü bölərək gedək. 14 bölünsün 2 düşür 7 dəfə qalıq 0. 7-ni 2-yə böləndə düşür 3 dəfə qalıq 1. 3-ü də 2-yə böləndə düşür 1 dəfə qalıq 1. Geridən oxuyanda 3 dənə 1. Ən axırda bir dənə də 0. Baxıram ki, burada birlərin sayı sıfırlardan çoxdur. Deməli, AC-ni də seçmiş olacaq. Keçəm 407-ni çevirməyə. 407 bizdə 8-i say sistemindəki bir ədəddir. Deməli, 8-dən 2-liyə çevirəndə 8 2-nin kubu olduğuna görə hər rəqəm 3 dənə ikili rəqəmlə ifadə olmalıdır. 407. 4 dostlar bizdə nəyə uyğun gələcək? 4-ü 2-yə bölürəm 2 dəfə düşür qalıq 0. 2-ni 2-yə bölürəm 1 dəfə düşür qalıq 0. Geridən oxuyanda 1, 0, 0'dır. 0 ixtiyar say sistemində 0'dır. 7-ni də ikilik say sisteminə çevirəndə düşür 3 dəfə qalıq 1. 3-ü 2-yə bölürəm düşür 1 dəfə qalıq 1. Geridən oxuyanda hamısı 1, 1, 1'dir. Baxıram ki, birlərin sayı 4 dənədir. Sıfırların sayı 5 dənədir. Deməli, bu da uyğun deyil. Keçirik 67-yə. Amma onluq say sistemindədir. Ona diqqət edirik. 67-ni onluq say sistemindən çevirəndə nə edəcək? Biz demişdik ki, onluq say sisteminə, ikilik say sisteminə bir 2-yə bölə-bölə gedə bilərik. Bir də 2-nin qüvvətlərini ayıraraq. Gəlin bunu 2-nin qüvvətlərini ayıraraq gedək. 67-yə yaxın 2-nin qüvvəti 64. 64 plus 3-dür. Bu 2-nin qüvvətidir, 3-ü də parçalayaq. 3 də 2 plus 1-dir. Bu 2 üstü 6, 2 üstü 1 və 2 üstü 0 görürük. Bu birinci mərhələ idi. İkinci mərhələ isə nömrələməkdir. Ən böyük qüvvətdən başlayırıq, nömrələyirdik. 6, 5, 4, 3, 2, 1, 0'ı yazmalıyıq. 6-nı görürük, dərsdə iştirak edir, altına 1. 1-i görürük, dərsdə iştirak edir, altına 1. 0'ı görürük, dərsdə iştirak edir, altına 1. Amma 2-dir, 3-dür, 4-dür və 5-dür görmürük, altlarına 0 yazılmış olur. Burada baxıram 4 dənə 0, 3 dənə 1 var. Bu da uyğun deyil. 65 7-lik say sistemində. Onu mən ikilik say sisteminə çevirmək istəyirəmsə, birinci onluğa gətirməliyəm, onluqdan da keçid eləməliyəm ikilik say sisteminə. 65-i onluq say sisteminə çevirəndə dostlar, normalda biz bilirdik ki, ixtiyari say sistemindən onluq say sisteminə keçid eləyəndə birinci işimiz indeksləmə olacaq. Yazırıq 0, 1. Sonra da hər bir rəqəmə uyğun qüvvətə vurmaq. 6-nı vururuq 7-nin uyğun qüvvətinə, yəni birinci dərəcədən qüvvətinə. Plus
5'i də vuruq 7'nin uyğun qiyməti olan 0-a. 5 vurulsun 7 üstə 0. İndi baxıram 6 vur 7 42. 5'i də 7 üstə 0 1'dir deyə 5 vurulsun 1 5 alırıq. Burada alınır 47. Bu onluq say sistemindədir. Amma biz bunu ikiliyə çevirməliyik. 47'ni ikili say sisteminə çevirəndə 47 2'yə bölündə düşür 23 dəfə. Qalıq 1. 23'ü 2'yə böləndə tək ədəd olduğuna görə 11 dəfə düşür, qalıq 1. 11'i 2'yə böləndə düşür 5 dəfə, qalıq 1. 5'i 2'yə böləndə 2 dəfə düşür, qalıq 1. 2'ni 2'yə böləndə 1 dəfə düşür, qalıq 0. Geridən oxuyanda 1, 0, 4 dənə də 1. Görürəm ki, birlərin sayı daha çoxdur. Ona görə bu da uyğun gəlir. Və son olaraq 33, dördlük say sistemində. Bunu da eləməyin iki yolu var dostlar. Birinci yolu yenə onluq say sisteminə çevirib, sonra da ikiliyə gətirməkdir. 65 kimi. Bu 7'lik say sistemindəki kimi. Amma bir də belə yol var. 4 də 2'nin qüvvəti kimi göstərilən ədəddir. Məsələn, bunun əsası 4, 2 üstü 2'dir. Deməli, bu o deməkdir ki, bunun hər bir rəqəmi 2 dənə ikili rəqəminə ifadə olmalıdır. 3'ü çevirirəm. 3, 2'yə bölündə bir dəfə düşdü, qalıq qaldı 1. Bunun oxunuşu oldu 1, 1. Bu da oldu 1, 1. Baxıram ki, burada 4 dənə 1 var, 0 dənə 0. Burada da çox olduğuna görə bunu da götürürük. Yəni cavab kimi 4 cavabı çıxmış olacaq. Keçirik 11-ə. Giriş və çıxış blokları ümumi halda hansı həndəsi fiqurla işarə olunur? Giriş-çıxış deyəndə dostlar ağlımıza verilənlərin daxil edib xaric edilməsi, verilənlərin giriş-çıxış bloku gəlməlidir. Biz də bilirik ki, həmin o verilənlər paralelogramda göstərilir. Yəni paralelogramdadır bu giriş-çıxış. Düzbucaqlı əməliyyat blokudur, hesab blokudur. Rom dostlar şərt bloku, müqayisə bloku, məntiqi blokdur. Kvadrat deyə bir şey biz keçməmişik, istifadə eləmirik. Düzbucaqlı daha çox istifadə edilir. Dairə də yox. Məsələn, ellips olsaydı o da alqoritmin başlanması və sonlanmasını göstərmiş olardı. Cavab olur 11'ə A düşür. 12'yə AX bərabər B tənliyinin hansı halda həlli yoxdur? Məsələn, bunu başa düşmək üçün elə ədədlər yerinə qoymaq daha önəmlidir. Məsələn, D variantını yoxlayaq. A sıfırdan fərqli, B sıfırdan fərqli. A olsun 3, B də olsun 6. İkisi də sıfırdan fərqli. 3x bərabər 6x oldu 2. Həlli var. İndi C nə eləyək? 3x bərabərdir, B olsun bu dəfə 0. X olacaq neçə 0. Həlli var. B-ni yoxlayaq. A da 0 olsun, B də 0 olsun. 0x bərabərdir 0. Dostlar 0'ı nəyə vursam, zaten həmişə nə eləyəcək? 0 eləyəcək. Yəni x-in yerində ixtiyari ədəd olsa 0 olacaq nəticə. Bu sonsuz sayda həlli olandır. Amma A variantını yoxlayıram. A 0 olsun, B də olsun məsələn 3. 0'ı nəyə vursam 3 ala bilərəm? Heç bir qiymətə. 0'ı nəyəsə vuranda 3 qiyməti alınmır deyə, deməli A variantı doğru cavabdır. Gəlirəm 13 nömrəli suala. Y bərabər x minus 1, x bərabər y plus 2, y bərabər x plus y. Deyir ki, alqoritmin yerinə yetirməsi nəticəsində y 10 qiymətini alıb. Nəticədə y 10 qiymətini alıbsa, nəticə ən son y-dən danışır. Deməli, bu y-in qiyməti 10'dur. Deyir, alqoritmin yerinə yetirilməsinə qədər, yerinə yetirməsinə qədər x deyirsə, deməli bu ilk dəfə görünən x-dir. Bizdən bu x soruşur. Deyir, o həmin x-in qiyməti neçə olar? Dostlar, bunu eləmək üçün ən ideal yol, götürün baxın. Burada x-ə verib, y plus 2. Götürün bunu, burada qoyun yerinə, y-i tapın və yerləşdirin burada yerinə. X bərabər y plus 2 yazıb. Yəni, bura gəlirəm, bu x-in yerinə qoyuram onu. 10 bərabərdir, x-in yerinə y plus 2. Üstə gəlsin. Bir də bu y. Burada nə çıxır? 2y plus 2 bərabərdir 10. 2y bərabər 8. Y də çıxır 4. İndi dostlar, həmin bu y-i tapırıq, qoyuruq yuxarıya. 4. 4 də bərabərdir x minus 1'ə. X deməli neçə olmalıdır? 5 olmalıdır. 5 minus 1 versin 4. Cavab kimi C variantını çıxarıq. Ya da ki, variantları yerinə qoya-qoya tapacaqsınız. Bu şəkildə sualın cavabı çıxmış olur. Gəlirəm 15'ə. 15 nömrəli sual dostlar ümumiyyətlə bizdə EBOB-un tapılma alqoritmidir. Yəni EBOB-u biz bu şəkildə bu alqoritm vasitəsilə tapırıq. 2 ədədin EBOB-u 55 və 75'in EBOB-u normalda bilirəm ki 5'dir. Və indi gələk, biz amma ilk baxışda bunu bilmirik axı. Ona görə bunu həll eləyəcəyik. Görək indi həll eləyək və cavabımız nə çıxmış olur həqiqətən. Amma birinci olaraq biz bu işarəni başa düşməliyik. Dostlar, x kiçik, böyük, y nə deməkdir? Yəni, x y-dən kiçikdir, x y-dən böyükdür. Həm böyük, həm kiçik necə ola bilər? Deməli, x y-dən fərqlidir.
x y-dən fərqlidir deməkdir bu işarə dostlar. İndi x-ə 55 verib, y-ə 75 verib. Qeyd edirəm qiymətlərim bura. Yazdım bu hissədə. İndi 55 75-dən fərqlidirmi? Şərti yoxlayır. Hə deyirik, düşürük aşağı. 55 75-dən böyükdürmü? X 55, y 75. 55 75-dən böyük deyildi, yox deyirik, keçirik sağa. Burada y-i bərabərləşdirir, y minus x-ə. Y 75-dir, x də 55-dir. 75-dən 55 çıxanda y-in yeni qiyməti dəyişilir, olur 20. Və alqaritmin oxunu izləyirik, qaydırıq hara, təzdən yuxarıya. Yenə x 55-dir, y 20-dir. Fərqlidirmi bir-birindən? Bəli, düşdük aşağıya. 55 20-dən, baxın, 55 20-dən böyükdür. Hə deyirəm, keçirəm sola. İndi sola ki, necə keçdiysə, bir dəfəli düşdü aşağıya. 55 20-dən böyükdür deyə dostlar, gəlirik bu sol tərəfə hə qoluna. İndi x-in yerinə 55, y-in yerinə də 20-ni qoysaq. 55 çıxılsın 20 dostlar, verəcək bizə təbii ki, 35 qiymətini. Deməli, x-in yeni qiyməti dəyişdi oldu 35 şəklində. İndi x 35-dir, düşürük bu ox vasitəsilə, qaydırıq təzdən yuxarıya dostlar. İndi qaydaq, bir dənə buranı təmizləyək, səliqə səhman olsun. İndi x-i tanımışıq 35. X 35-dir. İndi. Buranı niyə silmir? Aha, gözləyin. X 35-dir dostlar. İndi. Y də 20-dir. Həmin bu 35 ilə 20-ni bura qoysam. 35 20-dən fərqlidirmi? Deyirəm ki, bəli. Deməli, hələ yox qoluna getmirik. Düşdük aşağıya. Hə. 35 x 20-dən böyükdürmü? Bəli. Hə dedim, düşdüm sol tərəfə. İndi gəldik sol tərəfə. X-in yerinə qoyuram 35. Y-in yerinə də qoyuram ən son 20 alıb deyə 20. 20-ni qoyanda görürəm ki, 35 çıxsın 20. X-in yeni qiyməti dəyişilir olur 15 şəklində. Yazdıq x-in yeni qiyməti 15. Və qaydırıq təzdən dala. Qaydanda dala, indi x 15-dir dostlar. Y də 20-dir. 15 20-dən fərqlidirmi? Bəli, düşdüm aşağıya. İndi x 15-dir. Y də 20-dir. 15 20-dən böyükdürmü? Xeyr, yox dedim, keçdim sağ tərəfə. Sağ tərəfə keçmiş olduq. İndi y-in yerinə, y bərabərdir y minus x. Y-in yerinə 20, x-in yerinə 15 qoyanda y-in yeni qiyməti dəyişilir, olur dostlar 5 şəklində. İndi deməli y-in yeni qiymətini yazırıq burada 5. Və qaydıram, artıq son hissələrə gəlib çatıram dostlar. İndi qaydaq və ümumi olaraq harda qalmışdıqsa o hissədən davam eləyək. Mən bir dənə buranı sileyim. İndi dostlar, ən son x-i 15, y-i də 5 damışıq. 15 5-dən fərqlidirmi? Bəli. Hə dedim, düşdüm aşağıya. X 15-dir dostlar, y də 5-dir. 15 5-dən böyükdürmü? Bəli dedim. Qayıtdım hə tərəfə. İndi hər tərəfə gələndə x-in yerinə təbii ki 15-i yerləşdirəcəyik, y-in yerinə də 5-i yerləşdirəcəyik. 15-dən 5 çıxanda x-in yeni qiyməti nəyə bərabər olacaq? 10-a. Deməli, x-imiz dəyişildi, oldu 10 şəklində. İndi qaydıram, bir dəfə də yuxarıya, görürəm ki, x 10-dur, y də 5-dir. 10 və 5 bir-birlərindən fərqlidirmi? Bəli. Hə dedim. Və baxıram ki, 10 bizdə dostlar 5-dən böyükdürmü? Bəli. Keçdik sol tərəfə. Bu dəfə 10-dan çıxıram 5-i. 10-dan 5-i çıxanda deməli x-in qiyməti dəyişilir, olur 5 şəklində. X oldu 5. İndi x 5-dirsə, qaydanda artıq dala görürəm ki, burada x ilə y-in fərqliyini soruşur. X də 5-dir, y də 5-dir. 5 5-dən fərqlidirmi? Yox. Sağ tərəfə getdik və görürəm ki, x-in ən son qiyməti alıb 5. Cavab kimi ona görə B variantını götürmüş oluram. Keçirəm 16-ya. 1024 simvolu əlifbada kodlaşdırılmış, əlifba ilə yığılmış və yaxud da deyək, mətin 3072 simvoldan ibarətdir. 64 belə mətin yaddaşda nə qədər yer tutar? Yadınızdaysa biz deyirdik ki, əgər belə bir söz birləşməsi görürüksə, əlifba anlayışı varsa, bu zaman biz buradan nə edirik? Belə bir söz birləşməsi görəndə bu düstur yadımıza düşür. N bərabərdir 2 üstü. İndi 1024 2 üstü 10'dur. Və biz burada düsturda əlifba söhbəti görürüksə qüvvətdəkini qoyuruq. Yəni bizim həcm bərabər idi ümumi simvolun
sayı vurulsun bir simvolun həcminə. 1024 simvollu əlifba belə bir söz birləşməsi əlifba görəndə qüvvətdəki ədəd olur bir simvolun həcmi bitlə. 10 bit. İndi ümumi simvolda verib 3072. Amma dostlar, mənim bu tapdığım sadəcə bir mətn üçündür. Bizə deyir ki, 64 dənə belə bir mətn yığılıb. Ona görə bir də bunu biz sonda nəyə vurmalıyıq? 64-ə. İndi dostlar, bu bitlə olan bir ifadədir. Bitdən bayta keçəndə neçəyə bölürdük? 8-ə. Bölək 8-ə. İndi bitdən bayta keçirik. 64-ü 8-ə böləndə 8 eləyir. Və bunu yazanda olur 3072 vurulsun. 10 vurulsun. 3072 vurulsun. 10 vurulsun 8 bayt şəklində. İndi dostlar, bu baytdandır. Amma bizdə cavablarda baxıram, ya kilobayt verilib, ya da megabayt. Ona görə deməli, baytdan çevirməliyəm kilobaytı. Baytdan kilobayta çevirəndə də 1024-ə bölürəm. Böldüm 1024-ə. Dostlar, 3072 ilə 1024 gedir. 3072-ni 1024-ə böləndə 3 eləyir. 3 vurulsun, 10 vurulsun 8. Verəcək sizə 240 kilobayt cavabını. Cavab olaraq ona görə B variantı çıxmış olur. Gəlirəm 17-yə. Hər birinin qarşısında hansı nəsə aid olduğunu qeyd edin. Dostlar, 1. Elektron lampalar ilk dəfə birinci nəsildə istifadə edilib. Yəni, birinci nəslin element bazası kimi elektron lampa idi. 2-də deyir, fərdi kompüterlər yarandı. Fərdi kompüterlər, dostlar, 4-cü nəsildə yarandı. İlk yaradan şirkət də IBM idi. Qurğuların paralel işləməsi problemi həll olundu. Qurğuların paralel işləməsi bir növ multiproqram rejimi ilə, o multiproqram bizdə nə idi? Yəni, eyni anda bir neçə proqramın istifadə olması. Bir də model prinsipi var idi. Model prinsipi də qurğuların paralel işləməsi demək idi. Ona görə deməli, bu 3-cü nəsildədir. Yəni, qurğuların paralel işləməsi deyəndə model prinsipini yada salaq. Maqnit disklərdən istifadə olunmağa başlandı. Dostlar, maqnit disklərdə ilk dəfə 3-cü nəsildən istifadə edilir. Əməliyyat sistemindən istifadə olunmağa başladı. 3-cü nəsildən əməliyyat sistemi istifadə edilir. Hətta ilk yaradan da Unix idi. 6-da deyir, yalnız riyazi hesablamalar üçün istifadə olunurdu. Deyirdi ki, hər bir riyazi hesablamalar üçün ilk dəfə istifadə olunub birinci nəsil kompüterləri, ona görə 6-ya 1 uyğun gəldi. Mətn informasiyasının emalı isə artıq simvolların yaranması bizdə ikinci nəsillə təsadüf edir. Və mətn informasiyanın yaranması əslində alqoritmik dilin də ortalığa çıxmasına səbəb oldu. İntegral sxemlər, dostlar, İntegral sxemlər ilk dəfə 3-cü nəsildən ortaya çıxıb. Yəni, element bazası kimi integral sxemlərdən istifadə olma 3-cü nəsillə aiddir. Alqoritmik dillər də bayaq qeyd elədik, 2-ci nəsildə mətn informasiyasının emalından sonra ortalığa bir növ çıxdı. Maqnit lent. Lent görürsünüzsə, dostlar, 2-ci nəsil. Maqnit lenti 2, maqnit diski 3-dür. Böyük integral sxemlər, BIS, CBIS, çox böyük integral sxemlər, bunlar 4-cü nəslə aid edilir. Yarım keçiricilər, diodlar, tranzistorlar, bunlar 2-ci nəslin nümayəndələridir. Kompüterin ölçüsünün həddən artıq böyüklüyü 1-ci nəslin nümayəndələrinə aiddir. Aparat və proqramın birgə istifadəsi, dostlar, bu da 3-cü nəsildən etibarən ortalığa çıxan bir şeydir. Və dostlar, son olaraq deyir ki, printerin çap sürəti saniyədə 2 kilobayt təşkil edir. Deyir ki, əgər hər vərəqdə 48 sətr hər vərəqdə hər sətrində 32 simvol olmaqla 48 sətr yerləşərsə, 60 vərəqin çapı üçün neçə saniyə vaxt tələb olunur. Burada baxıram ki, bizdə müqayisəni ilə vərəqlə verib və hesablamaını da vərəqlə istəyir. Ümumiyyətlə, həcmin düsturu yadınızdan çıxıbsa, bunu yadda saxlayın. Bütün anlayışda bir-birinə vurulmalıdır. İlk olaraq sizə deyir, printerin çap sürəti 2 kilobayt. Yəni, 1 saniyədə bizim printer 2 kilobayt informasiya çap edir. İndi bizə maraqlıdır, görürsə ümumi olaraq həcmimiz nə qədərdir və o həcm nə qədər olan həcmimiz neçə saniyə çap edilmiş olur. Həcmi tanımaq üçün burada götürəcəksiniz vərəqi, vuracaqsınız sətrə, onda vuracaqsınız simvol sayına. Və bilirik ki, bu da ən sonda vurmalıdır bir simvolun həcminə. Əlifbadan danışmır deyə bir simvolun həcmi 1 bayt. Vərəq sayını verib 60, sətr sayını verib 48 və simvol sayını verib 32. İndi dostlar, bu baytlandır. Bizdə baxıram ki, kilobayta çevirmək önəmli olacaq. Ona görə bunu çevirəm kilobayta, 1024-ə bölürəm. Baytdan kilobayta çevirəndə 1024-ə bölünür. 32 ilə 1024 getdi, qaldı aşağıda 32. 32 ilə 48 hər ikisi 16-ya bölündü, aşağıda 2 qaldı, yuxarıda qaldı 3. 60 vurulsun 3, 180-ı 2-yə böləndə dostlar, biz aldıq 90 kilobayt qiyməti. Deməli, bizim həcmimiz 90 kilobayt. Mənə maraqlıdır, görürsə bu 90 kilobayt neçə saniyə çap ediləcək? 1 saniyə 2 kilobaytsa neçə saniyə 90-dır? X-i tanımaq üçün 90-ı vururam 1-ə, bölürəm 2-yə.
Elə də cavab çıxır dostlar 45 saniyə. Yəni cavab A variantı olur. Belə dostlar, ümid edirəm ki, bu video sizin üçün faydalı oldu. Növbəti videolarda görüşmək ümidi ilə Allah'a əmanət. Uğurlar hər birinizə.